Məsləhət görərdim ki, bu dərsə qulaq asmadan öncə bundan öncəki dərsə qulaq asasınız. Çünki mövzunun başlanğıcı oradadır. Keçmiş zamanda qaydalı feillərdə feilin sonuna id əlavə olunarkən onların tələffüsü fərqindən danışırdıq. Bundan öncəki dərsimizdə id əlavə olunarkən id birləşməsi t kimi tələffüz olunurdu. Bugün isə id əlavə olunarkən id səsinin d kimi səslənməsini görəcəyik. Bəs bu necə oldu? Bu xüsusilə feilin sonundakı hərfin cingiltili və ya kar olmasından asılı idi. Əgər xatırlayırsınızsa, bundan öncəki dərsimizdə feilin sonundakı hərf kar samiti idi. İndi isə feilin sonundakı hərf cingiltili samiti bildirdiyi üçün id əlavə olunanda birləşmə d səsini verəcək. D kimi tələffüz olunacaq. T kimi yox, d kimi. Məsələn, play id əlavə edək olacaq played. Played demirik və ya played demirik. Necə deyirik? Played. Sondakı hərf d kimi tələffüz olunur. Çünki y hərfi ingilis dilində cingiltili samiti bildirir. Və ya call. İndiki zamanda keçmişdə called id əlavə etdik və id d kimi tələffüz olundu. Və ya clean sondakı hərf n səsi cingiltili samit olduğu üçün id əlavə olunarkən d səsi verəcək. Cleaned. Gəlin görək ingilis dilində cingiltili samitlər, cingiltili səsləri verən hərflər hansılardır? B səsi, d səsi, g səsi, g səsini verir orada. Go kimi məsələn. V, the, this sözündəki the, z, bizim z, zu məsələn. Və j, meja sözündəki j. C, m, n, n. Boğaz səsi n, sing sözündəki n. W, we sözündəki w. R, red məsələn. Bir də ki, y səsini verən hərf. Yes məsələn. L hərfini də unutmayaq, l. O da cingiltilərə daxildir. Onu da unutmadan deyim ki, niyə biz bunları cingiltili samit adlandırırıq? Çünki biz əlimizi boğazımıza vuranda boğazımızda vibrasiya, titrəyiş hiss edirik bunları səsləndirərkən. Ona görə bunlara cingiltili, yəni voiced consonants deyirik. Davamı növbəti dərsdə.